Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bir müddət əvvəl mən sizinlə bir sorğu keçirmişdim. Hansı mövzularda dərslərin olmağını istəyirsiniz deyə. Bəzi izləyicilər çox aktiv şəkildə iştirak etdilər. Təşəkkür edirəm. Buna görə öz təkliflərini bildirdilər. Bugünkü mövzumuz da həmin izləyicilərdən birinin təklifi üzərindəndir. Hansı ki, müəyyən mövzularda lüğət olmağını istəmişdi. Digər təkliflərin də hamısı dediyim kimi nəzərimdədir və zaman-zaman digər təklifləri də dəyərləndirəcəm. O haqqda da videolar hazırlayacağım. Bugünkü mövzumuz isə düşünürəm ki, işləyən bütün insanlar üçün faydalı olacaq. Çünki biz bugün ofisdə işlənən sözləri öyrənəcəyik. Beləliklə vaxt itirmədən keçirik dərsimizə. İş yeri, рабочее место. Mən öz iş yerimdəyəm. Я на своем рабочем месте. Bir də var ki, mən ümumiyyətlə işdəyəm. Əlbəttə ki, onu bilirsiniz, я на работе deyirik. Рабочее место isə konkret olaraq harda oturub işləyirəm. Həmin mənadadır. Elektron poçt və yaxud da elektron məktub. Elektronная почта, электронное письмо. Elektron poçta nəsə göndərmək. Отправлять, отправить что-то на электронную почту. Присылать, прислать что-то на электронную почту. Elektron məktub almaq. Получать, получить электронное письмо. Elektron məktuba cavab yazmaq və yaxud da cavab vermək. Писать, написать ответ на электронное письмо. Отвечать, ответить на электронное письмо. Компьютерdə işləmək, компьютерdə yazmaq. Работать на компьютере. Печатать, напечатать на компьютере. Pristavka ilə yaranan feilləri gördüyünüz kimi adətən mən birinci feil NSV olur, belə yazıram, ikinci feil SV. Amma bu formada görürsünüzsə pristavka na, misal üçün drop, печатать, bu deməkdir ki, əksinədir burada. Печатать NSV-dir, напечатать SV-dir. Sənədi print etmək. Печатать, распечатать документ. Sənədin surətini çıxarmaq. Копировать, скопировать документ. Sənədi skan etmək. Сканировать, отсканировать документ. Rəngli çap etmək. Делать, сделать цветную печать. Və yaxud da делать, сделать печать в цвете. В цветном формате. Printerdə demək istəsəz na printeri. Sənədə göz gəzdirmək, yəni incələmək. Рассматривать, рассмотреть документ. Sənədi yoxlamaq. Проверять, проверить документ. Sənədi imzalamaq. Подписывать, подписать документ. Sənədə möhür vurmaq. Ставить, поставить печать на документ. Sənədi möhürlüyüb bağlamaq. Запечатывать, запечатать документ. Burada yəni möhür vurulur və bağlanılır. Açmaq olmaz. Adətən konvertdə də işlədə bilərik. Запечатать, konvert. Yəni artıq bağlanıb bu sənəd. Sənədləri bir yerə tikmək. Сшивать, сшить документы. Sənədi qovluqda saxlamaq. Хранить документ в папке. Sənədi saxlamaq, yaddaşa vurmaq. Сохранять, сохранить документ. Хранить feili ilə сохранять feilinin fərqi bundan ibarətdir. Хранить, yəni himayə etmək. O qalır, burada himayə edirəm. Сохранять, amma dəyişiklik edirəm üstündə və yaddaşa vururam. SV-də я сохранила файл. Faylı saxladım artıq. Dəyişiklikləri etdim və saxladım. Дальше olur хранить. Например, я храню этот файл в сейфе. Seyfdə mən bunu saxlayıram. Himayə edirəm mənasında. Bu işin yazı ilə əlaqəli olan tərəfi idi. İndi isə işçilərin işlətdiyi frazalarla tanış olaq. İşə düzəlmək. Устраиваться, устроиться на работу.
işə tələsmək, спешить на работу. İşə gecikmək, опаздывать, опоздать на работу. İclasa hazırlaşmaq, готовиться, подготовиться к совещанию. İclas keçirmək, проводить, провести совещание. İclasda olmaq, быть на совещании. Məşğul olmaq, быть занят. Kişilər deyir, qadınlar быть занята, yəni я занята, он занят, мы заняты. İndi bizdə nahar fasiləsidir. Сейчас у нас обеденный перерыв. Nahar fasiləsində danışarıq. Поговорим в обеденный перерыв. İşdən icazə almaq. Отпрашиваться, отпроситься с работы. İşdən 1 saatlıq çıxmaq. Выйти с работы на час. Analıq məzuniyyətinə və ya təqaüdə çıxmaq. Уходить, уйти в декрет. Уходить, уйти на пенсию. İşdən çıxmaq. Увольняться, уволиться с работы. İşə çıxmaq, yəni işə qayıtmaq. Выходить, выйти на работу. Возвращаться, вернуться на работу. Bu qədər əziz izləyicilər, təbii ki, bu mövzuda bu bütün sözlərin hamısı deyil. Mən ən aktiv işlətdiyimiz frazaları yazdım. Amma sizin özünüzün də işdə işlətdiyiniz hər hansı frazalar varsa, xüsusi məhz sizin işinizə aid şərhlərdə yazıb soruşa bilərsiniz. Sağ olun, növbəti dərsimizdə görüşənədək.